Yeni gündən, yeni vlogdan hər birinizi salamlayıram xanımlar. Günümüzə və videomuza xoş gəldiniz. Bugün dolu-dolu təmizlik vlogu ilə gəldim evinizə. Ümid edirəm bu videomu da sevib bəyəndiyiniz videolar sırasında yer almış olar. Bacılar, əgər videomu bəyəndinizsə, bol-bol yorum yazıb bəyəni atarsınızsa, mən bacınızı çox sevindirmiş olacaqsınız. Çünki bu aralar bu bəyəniyə və yorumlara çox ehtiyacım var. Mənim gözəl bacılarım, sizlər mənim etdiyim təmizliyi izləyin. Mən də qısa olaraq öz həyat hekayəmi sizlərlə bölüşüm. Bu haqqında bir neçə bacılardan mənə yorumlar gəldi. Bacı, Addelini bir video çək dedilər. Həyat yoldaşından necə ailə qurmusan, necə tanış olmursan, bizlərlə də bölüş. İzləmək çox xoş olar, dinləmək bizim üçün çox xoş olar. Mən də düşündüm ki, elə bugün bu videonu çəkib üstündən səsləndirmə edərək sizlərlə bölüşüm öz həyat hekayəmi. Onu deyim xanımlar, ilk öncə böyüklərimizdən və kiçiklərimizdən dönə-dönə üzr istəyirəm bəzi ifadələrimə görə. Mən ailə quranda mənim 21 yaşım var idi qızlar. Bizim həyat hekayəmizdə mənim 13 yaşımdan başlayıb. 13 yaş əlbəttə çox uşaq yaşdır və heç nəyi bilməyən, əhq eləməyən bir yaşdır. Mənim 13 yaşım var idi, yoldaşımın 14 yaşı var idi. Yığılışıb məhəllənin gəncləri, qızları, oğlanları mənim ata evimdə, yəni bizim evdə Novruz bayramı şənliyi edirdik. Hər kəs toplanıb, pul yığıb bu şənliyi edirdik və həyat yoldaşım da o evin, yəni bizim Novruz bayram şənliyimizin qonağı idi. Birlikdə Novruz bayramı keçirirdik və o gün, yenə deyirəm, böyüklərimizdən üzr istəyirəm, elə o gün həyat yoldaşımın ürəyinə girmiş oldum. Yoldaşım atasını 12 yaşından itirib, Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, içində də bizimkilərə. 12 yaşından dünyasını dəyişib, 14 yaşında bizim şənliyimiz olubdu. 15 yaşında məcburiyyət qarşısında işləmək üçün qazanc arxasıca Qazaxstana gəlibdi. Mənim 16 yaşım olanda həyat yoldaşımın 17 yaşı var idi. İlk elçisini mənə göndərdi və bunu atam eşidəndə əlbəttə ki, atqaz elədi. Şəxsən mən də biləndə mən də atqaz elədim. Çünki bu haqqında heç düşünmürdüm, fikirləşmirdim ailə qurmaq nədir. Bu məsələ böyümədən atam öz sözünü dedi ki, bir daha açılmasın, hələ uşaqdılar. Yoldaşım da etmədi tənbəllik, mənim kiçik qardaşımla ən yaxın dost idilər. Ümumiyyətcə, bacılar, mənim 2 qardaşım var. İkisinin də çox yaxın dostları olubdu. O dostlarının heç biri bizim evə gəlməmişdi. Çünki evdə 2 dənə gənc yetişkən qızlar böyüyür deyə dostluqlarını kənardan kənara edərdilər. Yoldaşım da kiçik qardaşımdan yaxın dost idi və qardaşımın telefonundan mənim telefon nömrəmi götürmüşdü. Bu yenə döndü, qayıtdı, Qazaxstana gəldi. Qazaxstandan ilk dəfə mənə mesaj yazdı. Mən mesajı oxuyub görəndə çox şok oldum və inanmadım, nə də kim olduğunu bilmirdim. Bunu qorxa-qorxa bir neçə gün gizlətdim. Yazdığı məktubda nələr var idi? Sadəcə deyirdi, sabahın xeyir olsun, günün huzurlu, sağlıqlı və bərəkətli olmuş olsun. Günorta olurdu, günortan xeyirli olsun, axşam olurdu, gecən xeyirli olsun. İnandığımız Allaha and olsun deyirəm bacılar, bəlkə mənə inanmayasınız. Mənə 3 il məktub yazıb, bütün yazdıqları məktubu da qarşılıqsız qalıb. Sadəcə açıb oxuyurdum və məktubu silirdim. Pis olurdum sildiyim üçün, çox pis olurdum. Sadəcə mən istəmirdim ona bir şey yazmağa. İndi deyərsiniz ki, heç ürəyində olmayıb bu bir insan səni. Olubdu əlbəttə ki, sadəcə heç kəsə bildirməmişəm, içimdə yaşamışam. Nəysə, uzun sözün qısası, bir gün gördüm bu məktubların arxası uzanır, qorxumdan gedib bacıma göstərdim. Heç kəsə də demirdim, nə ya nömrəmi dəyişin, ya da ki, mənə belə məktub gəlir.
Bacım zəng elədi, içinə yetdi kimdir və nəyin nəticisidir. Ondan sonra heç kəsə yenə bildirmədim, yenə yazırdı. 3 ildən sonra ən axırıncı məktubu mənə oldu ki, məni evləndirirlər. Ancaq elə o günü onun o məktubuna cavab verdim. Verdiyim sözdür ki, Allah xoşbəxt eləsin səni. Mənim bu sözümə dayana bilmədi. 2 gün içində Gürcüstana bilet alıb, Gürcüstana gəlmişdi və mən qarşımda görəndə şok oldum. Ondan sonra biz danışmağa başladıq, yazışmağa başladıq. Sözün düzünü desək, bizim danışdığımızı bütün hər kəs bilirdi məhəllədə. Bəzilərinin ürəyi götürdü, sevindilər, bəzilərin gözləri heç götürmədilər, bəziləri yoldaşıma yaraşdırmadılar məni. Hər zaman yanında deyirdilər ki, heç yaraşmır sənə. Niyə bu qızdan əl çəkmirsən? Neçə ildir bunun yolunu oturub gözləyirsən? 6 il mənim yolumu gözlədi yoldaşım. Nə zaman atası dediyi yaşa çatar, o yaşatan gözləyəcəm. Atası versə, başım gözüm üstündədir. Mən sadəcə gözləyəcəm demişdi və bunu bilənlər pis olurdu, əl çək deyirdilər, ürəyə götürməyənlər. Yoldaşım əl çəkmədi. Biz belə bu cür bizim hekayəmiz başlayaraq ailə qurmuş olduq. Ailə qurduğum evdə çox gözəl bir evdir. İnandığımız Allaha and olsun. Qaynənə bizə oldu ana, qayınlarım oldu qardaş. Bütün doğma olaraq yaxınları oldu bizim doğmalarımız. Heç soyuqluq etmədilər. Heç qaynənəm nə mənə, nə eltilərimə qaynənəlik etmədi. Sadəcə ana oldu. Bəzən bəzi insanlar, dırnaq arasında olan dedikodu insanlar olur. Qaynənəmin yanında deyirdilər ki, gəlinlərin heç gedib bostanda işləmir. Sənin yanında qurdalanmır. O nətər gəlindir, evdə oturub durur. Hər zaman eləsilərin sözünün qarşısına bu sözünü atardı ki, heç kimin işi olması mənim gəlinlərimdə. Mənim özüm bilərəm. Mən demişəm, mənim nəvələrimə yaxşı baxın. Onlar da ancaq mənim nəvələrimə baxır. Evin, eşin işləri ilə olur. Mənə lazım deyil onların bostanda gedib işləməsi, uşaqlarına baxmaması. Ən çox mənə lazım odur ki, mənim nəvələrim sağlıqlı böyüsün. Onlara gözəl baxsınlar, gözəl böyütsünlər. Ən gözəl sözü bu idi. Hər kəsin də payını elə bu cür verirdi. Qarşılaşsanız bugün qaynənəmdən deyərsiniz ki, bu sözləri heç cürə o qadın deməmiş olar. O qədər sakit, o qədər susturan bir qadındır ki, heç kəs inanmaz ki, nə o qadın bu kəlmələri və bu sözləri demiş olar. Amma həqiqətən qaynənə yox, ana oldu yeri gələndə bizlərə. Bizim hekayəmiz belə bu cür başladı. Ailə qurduq, evləndik. Evləndikdən sonra bir körpəmiz dünyaya gəldi və o körpəmiz də 11 ayında mələk oldu, uçdu. Biraz narahatçılığı var idi, ağrımaya başlamışdı. Həkimə aparırdıq, əlbəttə ki, həkim analizlərindən də keçirdi. Onu deyim, heç bir həkim diaqnoz qoya bilmədi. 3 gün 11-ci ay idi, banisada yatdıq. Kusmaqdan, kusurdu. Atamgilə getmişdim, atam gördü və sırazı məni banisaya gətirdi, yatırdı ki, uşağı doğru düzgün baxsınlar. Banisadan çıxdım bacılar, evə gəldim, bir gün çəkmədi. Elə banisadan çıxdığım gün uşağın mədəsi şişməyə başlayırdı, yəni qarını böyüdü. Biz elə fikirləşdik ki, uşaq köpü var. Bacımı çağırdım qorxumdan. Bacım da gəldi, biraz köməklik etdi. Ondan sonra kənd həkimlərinə apardıq. Biri dedi, köpü var dedi. Biri də dedi ki, sroçunu Balinsiyaya geri çatdırın. Balinsiya çatdırdıq, rengenə saldırdıq və rengen Tiflisin Balinsiyasına yazdı. Getdik, orada reanimasiya aldılar. Aradan 2 gün keçmədi. Hər şey gözümün önündə oldu. İnanın ki, bu kəlmələri sizlərə danışıram. Bütün iliklərimə tan sızıldaşır. Həkimlər dedi, anası buradadırmı?
Dedilər, burada da gəlsin, dedi, öz evladını görsün anası. Mən gedib görəndə sadəcə gözlərinlə gülə-gülə məni izləyirdi, sızıldayırdı, ağrısı var idi, temperaturası var idi. Əlindən tutdum, öpdüm, qoxladım, bağırma bastım. Geri çörülüb baxanda gördüm ən son baxışlarını. Gözümün önündən heç vaxt getmir. Allah heç kəsə evlad acısı ilə sınağa çəkməsin. İnanın ki, o qədər çətin bir durumdur ki, heç vaxt altından qalxmaq olmur. Yaran olur, yaranın üzəri qəysəhlənib qurumur. Qanaya durur. Təzələnə durur. O dərəcədə yəni çox acı verici bir durumdur. Allah heç kəsə göstərməsin. Allah arzusunda olanlara da nasib etsin evlad bəxş etməsini. Evlərinizdən hər zaman körpə səsi, uşaq səsi gəlmiş olsun bacılar. Bizim hekayəmiz belə başladı. Mənim gözəl qızım dünyasını dəyişib, mələk olandan sonra mən kənddə dura bilmədim. Yoldaşım da burada işlədiyinə görə məni götürdü, gətirdi. Burada yeni həyata başlamış olduq. Artıq 15 ildir bacılar Qazaxstanda yaşayıram. Hər 2 ildən, 3 ildən bir gedib böyüklərimizi, valideynlərimizi ziyarət edib gəlirik. Yay fəslində 2-3 ay kənddə qalırıq. Daha sonra gəlirik, burada işlərimizlə məşğul oluruq. Hələlik fikrimiz belədir. Uşaqlarımız burada oxuyur. Oxumaqları çox yaxşıdır. Bizim artıq öncəliyimiz uşaqlardır. Uşaqların gələcəyidir. Onların ali təhsil olmağıdır. Onların böyüməyidir. Belə mənim gözəl bacılarım. Həyat hekayəmiz belə başladı. Belə də davam edir. İnşallah sizlər üçün də xoşdur dinləmək. Mənim üçün də xoş oldu səsləndirmək. Düzdür, bəziləri dırnaq arası olan insanlar ürəyə götürmədi. Hər söz danışdılar. Danışdıqları söz elə bildilər ki, gəlib bizim qulağımıza çatmayacaq. Amma onu da demim ki, heç vaxt danışılmayan söz soraq çıxmır. Danışılıb getsə-dəsə sorağı çıxır. Biz bu haqqında heç kimə heç nə demədik. Çünki nə söz uzatmağı sevən biriyik, nə qeybət etməyi sevən biriyik ailəcə. Ailəmizdə söz də olur, söhbət də olur. Hər kəsin ailəsində olduğu kimi, amma olduq yerində qalır. Heç vaxt uzatmağı sevən biri deyiləm. Çürütməyi və qarıya tutmağı sevən biri deyiləm. Söz də olar, söhbət də olar. Həyat yoldaşınla da sözün söhbətin olur. Ananla da sözün söhbətin olur. Qaynənənlə də sözün söhbətin olur. Amma insan gərək onu bilsin ki, bugün bu söz söhbət oldusa, elə həmən gün orada qalmalıdır. Onu ipə sapa düzüb, uzatdıqca uzanır, çürütdükcə çürüyür. Ona görə mən bacınızdan bir tövsiyə, sizlərin tövsiyənizə mənim də çox ehtiyacım var. İndi bir-birimizlə fikirlərimizi bölüşmək lazımdır. Heç vaxt heç nəyi uzatmayan. Qıssadır, bu həyat qıssadır. Sabah nə olacaq, nə çıxacaq qarşımıza bilmirik. Gərək hər anı sevərək və dəyər verərək yaşayaq. Böyüyümüzə, kiçiyimizə də hörmət qoyaraq yaşayaq. Burada mənim bacılarım. Artıq çayımı qoydum. Dəmləyirəm, yorğunluq çayıdır. Bir stəkan çay içəcəm. Ondan sonra yorğunluğum çıxacaq inşallah. İşimi gücümü qutardım qızlar. Şükürlər olsun Allaha. Hər yer tərtəmiz etdim. Heç bir yer tozlu, kirli, paretkasız qalmadı. Bir sadəcə əl vurmadığım pəncərələr oldu. O da ki, keçən dəfə silib təmizləmişdim. İndi yağış damcıları var. Bilmirəm, indi ekrandan görünürmü? Çox azdır, çox da yoxdur. Sabaha bürsüyünə yağış gözlənilir deyə mən də bugün əlimi vurmadım bu pəncərələrə. Nə zaman mən yuyub təmizləyirəm, elə o günü də ya səhəri, ya axşamı yağış yağır. Ona görə şüşələri yumadım. Buralar belədir.
çay dəmlədim. İndi bacınız qəşəng, tarçınlı, müxəhli, pür rəngli çay içəcək. Yorğunluq çayı. Buraları da göstərim. Yenilə həmçinə. Paryatkada tərtəmiz. Buralar da belə. Bu videoları sizin üçün çəkirəm, həvəslənin. Buralar belədir. Bu bütün produktlar klokun içindədir. İndi o qablar var, onlardan araya salıb alıb ona yerləşdirəcəm. Burada yenə elə. Bütün yenə tökdüm qabları, sildim, təmizlədim. Paretkanı yer və yer yığışdırıb qoydum. Buralar belə. Bir də nəyə göstərəcəkdim? Mən keçən dəfə çəkəndə bir xanım yazdı ki, o boyda yorumdan sadəcə biri oldu. Burada qazanlarla dedim, musur qab bir yerdə olanda məncə deyir, təmiz olmaz o qazan. Mən buraya qoyuram qazanı, bunu götürüb yemək bişirəsiyəmsə xanımlar, yuyuram gənə. Qubqa hərləyirəm feri ilə, ondan sonra yemək bişirməyə hazırlaşıram. Bir də onu deyim ki, mən heç vaxt musur qabını nə kərlə tutmuram, nə də aşıb daşası kimi doldurmuram. Məsələyə qoxusu olan zibilləri olur, yağlı olanlar olur, ət qırıntıları olur, elə şeylər atmıram. Sadəcə quru olan uşaqlar üçün edirəm, o da belə. Yarıyatan dolmamış götürürəm. Üstünü də hər zaman silib təmizləyərəm. Məncə belə durmağının mən fikrimcə heç bir nəyi yoxdur. Kirli saxlamasan, təmiz saxlasan, təmiz olar. O insanın məncə özündən asılıdır. Musur qabı orada oldu, olmadı, bir fərqi yoxdur. İnsan təmiz olandan sonra hər şey təmiz olur. Buralar da belədir. Buraları da yığdım, yığışdırdım. Tərtəmiz hər yeri. Çivinə bax, çöldən çivin gəlir. Bu balonları buraya qoydum. Yenə biz çayla içməyə suyu gətiririk. Təmiz su istifadə edirik. Buralar da belədir yenə. Bunları indi istilər daha başlayıbdır. Yuyub götürəcəm. O gün dağa getmişdik. Dağdan gələndən burada qalıbdı. Buradakı belə. Pastellərim artıq qurumağa baxın. Başlayıb az qalıbdı qurumağa. Şpurka yoxdur deyə mən də belə 2 qatlayıb sərdim. Bir də bu cür. Bu haqqında da bir-iki xanım yazmışdı. Bacı, bunu belə ip salıbsınız. Yəni bacı da deməmişdi, belə dümdüz demişdi. Məncə orada sərdiyiniz paltarlardır, təmiz olmaz. Çünki dəmirə dəyir. Baxın xanımlar, heç bir yeri dəmirə dəymir. Dəmirdən bir qarış, 2 qarış aralıdır. Baxın, görürsünüz nə təridir. Yəni ki, mən bacınız heç vaxt kirli, pinti iş görməz. Özüm öymək kimi olmasın. İndi görürsünüz də göz qabağındadır. Video üçün etmirəm. İnanın ki, bu saat mənim evimə qonaq gəlin. Sabah qonaq gəlin. Birisi günü qonaq gəlin. Yenə həmən evi eyni görəsiniz. Sadəcə bu kuxnya mebelin içini tam dərindən bir ay idi silmirdim. Elə buraya köçəli də biz bir ay ducu. Elə bil ki, bir ay neçə gündür? Bir ay 5 gündür. Biz buraya köçmüşük. Bunun içini dərindən silməmişdim deyə bugün dərin təmizlik etdim. Aşağı şkaflardı, yuxarılardı, hər yeri gül kimi etdim. Bu arada qapını da açıq qoymuşam ki, hava işləsin, amma bütün çölün çivinləri evə girdi. İndi gedim dixlofos alacağım. Axşam dixlofos deyərəm, bu balğudanlar getsin. Belə, indi bacımız özünə çay süssün, bir stəkan çayını içsin. Zaryatkam qutarıb qızlar. Səhər düzgün yemək də yeməmişdim. Nə yedim, heç o da yadımda deyil. Elə çay içdim, pendir, yağ, bal. Düzgün yemədim, yəni bir sözlə. Dedim, tez bazar işimi görüm, təmizləyim, yığım, yığışdırım. Ondan sonra oturub qəşəng yeməyimi yiyərəm. O da ki, buraya yığışdır, oraya yığışdır. Uzandıqca uzandı. Gəldim, çıxdım bu vədiyə. Zaryatkam həqiqi qutarıbdı. Yoruldum, hər yeri yığıb yığışdıranatan. İnsan gərək hər şeyin düzünü danışır. Mən elə fikirləşirəm.
Yalandan yerə uydurma, oturub danışmayaq, bunu etdim, onu etdim, yox. Dümdüz hər şey düzünü danışa. Yığdım, yığışdırdım, yoruldum mu? Əlbəttə yoruldum. Hasan Döy bilirsiniz, generalini təmizlik edib axıra çıxmaq. Nə də elə kir içində döydü. Onu da deyim, mənim bir əlim hey dəsmalda hərləyir, təmizləyirəm, eləyirəm. Sadəcə olaraq belə qabları töküb şkafdan silib təmizləyib yerləşdirməmişdim. Dedim, bunu da bugün edim, təmizləyim. Bir də nə qədərdən sonra yenə belə generalini təmizlik edəcəm. %100 olan təmizlik gündə neçə dəfə etsək sayı sambalı yoxdur. Heç cürə sayı yoxdur, nə qədər təmizlik etsək. İndi sabah da yuxarıyı təmizləyəcəm. Yuxarı gün ötürüb təmizləyirəm. Çünki elə də nə kirlənmir, nə tozlanmır, yuxarıda hərəkət etmirik. Amma o bir yerdə, özünüz bilirsiniz, bir otaq, bir kuxnya idi deyə tez-tez bulanırdı. Bir otağı da nə qədər yuyurdum. Tez-tez də təmizləyirdim. Yuyurdum deyəndə, yəni ki, mən yuyurdum deyirəm də tozundan siləndə. İndi yuxarıda elə kirlənmir deyə sadəcə uşaqlar çıxır, birdən telefona baxır, dərslərini edirlər. Ondan sonra gəlir. Mənim paşam gəlir. Gedib velikini sürür. Artıq hava buludlaşmağa başlayıb da elə bil ki, ya axşam ya sabaha yağış yağacaqdı. Ona görə mən də bayaq dediyim kimi pəncərələrə əlimi vurmadım. Çayım da ısındı. Çayımızı içək qızlar. Bir stəkan çay içim, gözlərimə işıq gəlsin. Zarət də yığım. Ondan sonra ayrı işlərimi, güclərimi görüm. Nə gözəl, nə qəşəng qoxusu var. Qarşılıqlı içsəydik, nə gözəl olardı sizlərlə. Belə xanımlar, deyəsən mən çox çəkmişəm. Nə qədər çəkmişəm, hələ bilmirəm, nə də montaj səhifəsinə girib baxmamışam. Montaj sıralamamışam. Artıq zaryatka yoxdur deyə, görürsəm sözümü də düzgün danışa da bilmirəm. Burada sizlərlə sağollaşım. Sağ olun, sağlıqla qalın deyim. Allah'a əmanət olun. Görüm ay mamasının paşası. Nə ayırdın ay Allah? Acıq gəlsən o çöldə bayırda aşkım qapqara olubsa. Yer üzünü yu. Nədir bu başından gözünü? Çiyninin üstünü də təmizlə, nəsə var? Üstünü təmizlə. Sağ olun qızlar, salamat qalın, Allah'a əmanət olun. Allah hər zaman yanınızda olsun, evinizdə olsun, bərəkəti sizin üzərinizdə olsun. İnşallah sizlərlə birlikdə bizim də olsun. Allah hər kəsin ürəyinə görə versin. Allah o gözəl sözlərinizin də qarşılığını vermiş olsun. İnanın ki, məni çox xoşbəxt edirsiniz, şad edirsiniz. Allah sizdən, hər birinizdən razı olsun. Öpürəm hər birinizi ayrı-ayrı olaraq. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun.